Hikmət müəllim, uşaqlıqdan danışdınız. Amma mənim yadıma məşhur bir deyim düşdü. Hər kəsin uşaqlığını xatırladan bir çapığı var. Sizin uşaqlığınızı xatırladan, içinizi sızladan hansı məqam var? Mən çox balacaydım, bizim kəndə çoxlu qar yağırdı. Qarı dəmir lapatkalarla, kürəklərlə belə kəsirdilər və onu atırdılar. Mən uşaq vaxtı atam qarı qaldıranda belə atmaq üçün, mən də qarı əlimlə tutmuşam. Birdən-birə o dəmir kürək atamın əlindən çıxıb qaşımı çapıbdı. Hələ də izi var. Oradan da görünür, eləmi? Bu da növbəti bir acı xatirəm. Və ən nəhayət mən bu faktı Ombudsmanın yanında bu yaxınlarda görüşümüz oldu. Demək, Avropa İttifaqının hüquq komissiyasından gələn bir nəfərlə görüşdük. Burada bizlə görüşüb, sonra gedib Ermənistanda Paşinyanla görüşəcəkdik. Mən attestantımı götürdüm. Nəyə görə götürdüm? Mənim attestantım erməni dilində yazılıbdı. Bütün fənlər 5-dir. Mənə 2 fəndən 4 yazıblar. Bir Azərbaycan dilindən təhqiq eləmək üçün. Bir də bədən tərbiyəsindən. Erməni dilindən mənə 5 yazıblar. Çünki mən erməni dilini oxuyurdum. Bizə dərs keçilirdi. Mən həmən attestantımın surətini götürdüm. 5-6 ay bundan qabağı idi. Həmən o ATƏT-dən gələn nümayəndəyə verdim. Dedim, apararsınız bu attestantımı, verərsiniz Başnazır Paşinyana. Bax, mən Ermənistanda doğulmuşam. Doğum şəhadətnaməmin kopyası budur, surəti budur. Təhsil haqqında şəhadətnaməmin surəti budur. Bax, görürsünüz, burada yazıblar ki, Hayreni lezu hing, yəni erməni dili 5, Adrabagani lezu çors, Azərbaycan dili 4. İndi deyirsiniz Paşinyana ki, bu Hayreni lezudan 5 alan insan, özü də 5 veribsiniz, gəlsin bu vətəndə yaşasın. Xahiş edirəm, bunu çatdırın Paşinyana. Bax, bir də mənim o milli heysiyyətimi təhqir edir ki, necə ola bilər ki, mən erməni dilindən 5 alım, Azərbaycan dilindən 4 alım. Onu qəsdən edirdilər.